fərqi var. Amma genel olarak mesela Bakıda neçə il qalassan? A year. Neçə gündür buradasan? A week. Normaldır. One week'te deyəsən, sən heç kim söyməyəcək. Yani tamam mı? Ama a week demək daha yaxşıdır. İndi 2 saatte otururam burada. Yaşayan dostum. Bildim ki özümüzün ki sen. İndi patladı İngilizce. I have been sitting for... Ona elə demədi adlarını. I have been, salam Süzanna. Süzanna. Ha. I have been sitting here. I have been sitting here For for 2 hours. Okay, for 2 hours. I have been sitting here. Test düşün. I have been sitting here. I have been sitting here for 2 hours. Okay. Tamam. Okay. Yaxşı. Bağla kağızı. Bağlı. Bəli. I have done-la vaxt işlənir. Qaydası. I have done... Bilirsən problem nədədir? Deyim sənə. Bax, insanın təkcə gözünün zonası yoxdur baxış üçün. Beyninin də zonası var. Biz elə bilirik gözümüz elə gözümüzdür. Göz beynin yəni, silahıdır da. Sənin zonan var, baxış zonan. Mən sənə niyə dedim ki, mənalarını düşünmədən körtəbii şəkildə indiki bitmiş deyil, indiki zamanın bitən hərəkətidir. Məntiq məsələsi var da. Bax, niyə görə dedim ki, 12 dənə hərəkəti mənə mənalarını düşünmədən patron kimi əzbərdir. Niyə? Çünki belə baxa bilmək üçün yuxarıdan. İndi mən sənə deyəndə filan şey, sənin beynin gedir, başlayır orada sahib bir axtarmağa. Niyə? Əlbəttə, onda çətin olacaq o gəlmək. Yəni, anında təsvir eləmədiyin şey, təsəvvür elə bilmədiyin şeyi müzakirə eləyə bilməzsin. Biz uşaq idik, uşaq görünür ki, gənc idik də, 17-18 yaşım var idi. Mən rəssamlıqla məşğul oldum. Orada belə bir şey eləyirdik. Çox mürəkkəb bir detala baxırdıq. Sonra üstünü örtürdük, başlayırdıq xəyalımızdan çəkməyə. Bizdən beynimiz inkişaf etdirir. Çox çətin bir məsələdir. İnsan ümumiyyətlə xəyalında tutduğu şeyi çəkməyə çox çətin məsələdir. Köçürsən, hələ o mürəkkəb detallıdırsa. Yəni, indi mən sənə deməkdə məqsədim odur ki, sən gələk zamanları qaça-qaça deyə biləsən ki, biz də onları səndən müzakirə edib söhbət edəyək. Mən də deyirəm, I have done. İndiki zamanın neçəncisidir? Sayırsan. Amma mən şıppıltı ilə deyərdim. Üçüncüsü,